2013-cü ilin yanvarın 11-də çıxmış məqalədir. Görürsünüzmü? Özünüz də tapıb oxuya bilərsiniz. Bunu Qafqazinfoda paylaşıb, eyni zamanda Yeni Müsavat qəzeti də paylaşıb. Mən o məqaləni dərc eləmişəm. Oxuyaq, görək ki, bu məşhur məqalədən əvvəl Sərdar Cəlaloğlu birbaşa və dolayısı yolla Ramiz Mehdiyevə necə dəstək göstərib. Deməli, o zaman, əziz tamaşaçılar, Sərdar Cəlaloğlu, Pənah Hüseyn, İqbal Ağazadə və bir neçə başqaları Qarabağ adlı blok yaratmışdılar. Bir yerdə fəaliyyət göstərir. O zaman biz Xalq Cəbhəsi Müsavatda deməli İctimai Palatada təmsil olunurduq. 2013-cü ilin yanvar ərəfəsində. O zaman Azərbaycan Beynəlxalq Universitetinin rektoru var idi, Elşad Abdullayev. Məlum oldu ki, o rektorluğu zamanı çoxlu gizli videolar çəkib, hakimiyyətin ayrı-ayrı nümayəndələri ilə danışıb, onların səs yazılarını, video görüntülərini yazıb, çoxlu ifşa videoları oldu. Onların biri isə həmin dövr Yeni Azərbaycan Partiyasının deputatı Gülər Əhmədova ilə söhbət idi. O söhbətlərdə Gülər Əhmədova bir neçə dəfə, bir neçə videoda bildirirdi ki, Elşad Abdullayevdən pulları alıb, çamadanda, diplomatda aparıb verib Ramiz Mehdiyevə və deputatların siyasını Ramiz Mehdiyev hazırlayırmış. Bunların arasında pul mübahisəsi gedir. Və o zaman biz Azadlıq bloku olaraq başladıq parlament buraxılsın deyə aksiyalar keçirməyə. Bakının mərkəzində 7-8 razılaşdırılmamış aksiyalar keçirdik. Onların hamısını siz internetdə tapa bilərsiniz. YouTube'da var, konferanslar keçirdik, mətbuat konferansları, dəyərim masalar, eyni zamanda kütləvi aksiyalarla parlamentin buraxılmasını tələb etdik. O zaman Qarabağ bloku da Ramiz Mehdiyevin istifası məsələsini ortaya qoymuşdu. Amma bax, bu məqalədən bunu mən, sən, bir başqası yazmayıb. Sərdar Cəlaloğlu özü öz qəzetinə verdiyi müsahibədə bildirib ki, mən bunun əleyhinəyəm. Niyə görə əleyhinə olduğunu indi oxuyacaq və hamımız deməyim, Sərdar sevərlər biraz onu tanımayan sadəlöv zavallı Azərbaycanlılarımız şoka girəcək. Sərdar Cəlaloğlu bildirib ki, Ramiz Mehdiyevin istifası ilə bağlı. Səfərdə olduğu müddətdə irəli sürülən bu tələblə razı deyil. Yəni, Ramiz Mehdiyevin istifasının qoyulması təmsil olduğu blokun o narazılığını bildirir. Üstad, bu məsələ səfərdən öncə partiyamızın idarə heyətində müzakirə olunmuşdu. Keçirilən müzakirələr nəticəsində əldə olunan qənaət bundan oldu ki, sosial problemləri fərdiləşdirmək olmaz. Bu cür problemi ictimailəşdirmək lazımdır. Əgər bugün korrupsiya yalnız Ramiz Mehdiyevlə bağlıdırsa, o zaman biz Ramiz Mehdiyevin istifasını tələb etməli, onu ən ağır cəzaya məhkum edilməsi ilə bağlı çağırış səsləndirməliyik. Lakin bir halda ki, sistem özü korrupsioner sistemdir, burada bir adamın istifası nəyi dəyişdirəcək? Görürsünüz necə gözəl, sənətkarcasına Ramizin cinayətləri mal edir. Əvvəla Ramiz Mehdiyev orada o zamanda təkcə prezident aparatının rəhbəri deyil idi. O, korrupsiya sisteminin əsas yaradıcılarından biri idi. İlham Əliyevlə bir yerdə. İlham Əliyevin güya istifasını tələb eləyirdi ki, Sərdar Cəlaloğlu. Sərdar Cəlaloğlu 2009-cu ildən siyasi kursunu dəyişdi. Hətta o zaman məşhur bir məqalə də yazmış ki, mən yapın hətta süpürgəçisi ilə diyaloqa getməyə hazıram. Artıq o diyaloq deyəsən baş tutub. Ramiz Mehdiyev isə eyni zamanda korrupsiya cavabdeh şəxs idi. Korrupsiya qarşı mübarizə idarəsinin rəhbəri o idi. Üstəlik də ki, faktlar ortada idi ki, bu necə hakimiyyətin mənimsənilməsində rol oynayır. Videolar, ifşalar, səs yazıları, şahid işadələri. Amma Sərdar Cəlaloğlu görürsünüz, hansı əsasla onun istifasına qarşı çıxmışdı. Öz təmsil olduğu blokun hətta belə bir tələbi olduğu halda yazır. Sərdar Cəlaloğlu Elşad Abdullayevin yaydığı qalmaqallı videolara da münasibət bildirib. İndi görün videolar necə malalayacaq. Məhkəmənin hökmü olmadan kimsəni cinayətkar adlandırmaq olmaz. Doğrudur, fakt var, görüntülər var. Amma məhkəmə hökmü olmadan kiməsə deyilə bilməz ki, hansısa cinayətin
bu hansısa cinayətin sübutudur. Yalnız məhkəmənin qərarı ilə nəsə söyləmək olar. Əgər Ramiz Mehdiyevlə bağlı məhkəmənin müvafiq qərarı olsa, onda deyə bilərik ki, istefa versin, həbs olunsun. Bu gün də Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarı yoxdur. Düzdürmü? Yoxdur da, həbs qəti imkan tədbiri seçilib. Yəni bu ev dustaqlığı. Hətta onu da deyim ki, bu da rəsmi elan olunmayıb. Azərbaycanın absurd vəziyyəti də ondan ibarətdir ki, o boyda dövlət xadimlərin salıblar güya ev dustaqlığına, nə prokurorluq, nə məhkəmə, nə dövlət təhlükəsizlik xidməti açıqlama vermir ki, adamı niyə görə həbs ediblər, cinayəti nədən ibarətdir. Ancaq mətbuata məsələlər ötürüblər, ondan biz danışa bilirik ki, tutublar, tutmuyurlar. Yəni sabahları çıxıb desələr ki, yox, Ramiz Mehdiyev haqqında belə bir qərar, belə bir ittiham yoxdur, heç də təəccüblənməyin. Böyük ehtimal ki, arxa planda istər Adnan Əhmədzadə, istər Ramiz Mehdiyevlə bağlı böyük işlər gedir. Xülasə, Ramiz Mehdiyevlə bağlı Sərdar Cəlaloğlu da, siz də, mən də bilirsiniz ki, məhkəmə qərarı yoxdur hələ, hökmü yoxdur. Amma bugün onu cinayətkar adlandırır. Düzdür? Konstitusional baxımından bəli, insanın təqsirsizlik prezumpsiyası var. Amma bu bir insana dövləti yanaşmada belə olur. Siyasətçinin işi məhkəmədən fərqlənir. Biz yalnız tutaq ki, Vilayət Eyvazovun, İlham Əliyevin, digər məmurların cinayətin gözləməliyik ki, Azərbaycan məhkəməsi hökm şəklində çıxartsın, ondan sonra onlara tənqid edək, ondan sonra onlara cinayətkar deyək. Azərbaycanda məhkəmə var bəyəm. Elə bizim problemimiz odur ki, məhkəmə sistemi, parlamentar sistem, prezident idarə etmə sistemi Azərbaycanda iflasa uğrayıb. Yəni biz gözləsək ki, Fəzail Ağamalı, nə bilim, Siyavuş Novruzov normal qərarlar qəbul eləsin, məhkəmələr də o qərarları yerinə yetirsin və ondan sonra hansısa bir siyasi proses haqqında biz qiymətləndirmə eləyək. Bu nağıldır, bu siyasət haqqında, hüquq haqqında anlayışı olmayan adamların başını tovlamaqdır. Bəli, kör-körənə insanların hamısını qaralayıb cinayətkar demək olmaz. Amma ortada Sərdarın özünün də etiraf etdiyi kimi təksib olunmaz faktlar var idi. Gülər danışırdı, videolar göstərirdi ki, Ramiz Mehdiyev necə deputat olmaq istəyən adamlardan pul yığıb çamadan. O dövrdə özünüz gördünüz, mənə inanmayanlar da məqaləni bir daha təqdim edirəm. Girib Hürriyyət qəzetəsindən, Qafqaz İnfodan, Yeni Müsavatdan bu məqaləni oxuya bilər.